hərbiçi idi. 2014-cü ildən hərbidə işləyib. 2020-ci il sentyabr ayının 26-sından gecə saatlarından döyüşə qatıldı. 27-ci günü də danışdıq, əlaqə saxladıq. Hər şey yaxşı idi dedi. Hətta müsbət ruhda danışırdı ki, torpaqlarımızı ala-ala gedirik. Amma 28-ci gündən artıq biz sonuncu dəfə 12-yə qalmış əlaqə saxladıq. Ondan sonra bir daha əlaqə saxlaya bilmədik. Artıq 29-cu günü idi. Səhər saatları idi. Səhv eləmirəmsə. Zəng gəldi ki, Kənan yaralıdır, gətirirək. Füzuli rayonu Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. Kənan çox mehriban, qayğıkeş, bir ailə başçısı idi. Övladına qarşı çox diqqətçili idi. Həmçinin mənə qarşı. Yəni, ailənin var olması üçün nə lazımdır? Dürüstlük, mehribanlıq, sevgi, sayğı, bunlar hamısı bizdə var idi. Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə Vətən uğrunda medalı ilə təltif olunmuşdur. Dövlətimiz tərəfindən pensiya və təqaüdlə təmin olunuruq və evlə təmin olunmuşdur.